Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Ümumiyyətcə sensor overload yalnız həssas olmaq demək deyil. Bu beynin filtr mexanizminin pozulması nəticəsində baş verir. Necə? Gün ərzində biz minlərcə sensor qıcıqlandırıcı qəbul edirik. Misal üçün toxunuş, işıq, səs və talamus bunların 70%-ni bloklayır və yalnız lazım olanı şuurumuza ötürür. Lakin sensor overloadda nə baş verir? Talamus informasiyanı filtrdən keçirə bilmir və olduğu kimi qəbul edir. Bu da informasiyanın olduğu kimi qəbul edildikdə səsli küylü məkanlarda, xüsusi həssas insanlarında boğulma hissini izah etmiş olur. Və yaxud da ki, kortizolun uzun müddət yüksək olması GABA sistemini zəiflədir. Yəni beynin tormozlayıcı sistemini işləməməsinə gətirib çıxardır. Bu da bizim daha həssas olmağımıza səbəb olur. Eyni zamanda da miqren pasientlərində sensor sistem daha həssas olduğuna görə və miqren hüceyrələri gərgin saxladığına görə bu səbəbdən də o insanlar qoxuya, səsə, işığa daha həssas olur. Və bu çözülə biləcəyi bir durumdur. Sadəcə olaraq səbəb tapılmalıdır və səbəb tapıldıqdan sonra da müalicə yazılmalıdır. Bu halda müalicəsi mümkündür. Mövzu ilə bağlı suallarınızı şərhlər bölməsində verə bilərsiniz və daha ətraflı məlumat üçün kanalıma abunə ola bilərsiniz.